Təsəvvür edin, evlərin qapısı bağlanmayan, spirtli içki qəbul olunmayan, hamının bir-birinə can deyib, can eşitdiyi bir kənddə yaşayırsınız. Bəli, bu nağıl deyil. Azərbaycanda belə bir kənd mövcuddur. Yerin Qulağı kanalı olaraq bu gün sizə Azərbaycanda ən qeyri-adi 3 kənd haqqında danışacağam. Qədim qanunlarla idarə olunan kənd. Burada evlərin qapıları bağlanmır. Azərbaycanda bu kənddə içki içilmir və marketlərdə içki satılmır. Toya dəvətnamə paylanılmır. Hamı iştirak edir. Evlərin qapıları isə heç vaxt bağlanmır. Bəzi insanlar deyir möcüzədir. Ola bilməz belə bir kənd. Siz necə düşünürsünüz? Yerin Qulağı kanalı hər kəsin görmək, yaşamaq istədiyi həmin kəndlə bağlı məlumatı təqdim edir. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Söhbət Ordubadın ən qədim tarixə malik Gəncə kəndindən gedir. Gəncəlilər deyir ki, hər bir sahədə möhkəm birlik, bütövlük var. Rayonun ən varlı kəndi hesab olunan Gəncədə gənclər qazandıqları pulu başqa yerə xərcləməzlər. Lazım gəldikdə kəndin abadlığı ehtiyacı üçün ayırarlar. Gəncə kəndi Ordubad bölgəsinin qədim tarixə malik yaşayış məskənlərindən biridir. Rayon mərkəzindən 12 kilometr şimal-şərqdə yaşıllıqlar qoynunda yerləşir. Tədqiqatçıların Gəncə toponimi, oykonimi haqqında müxtəlif fikirləri var. Bəzi alimlər onu ərəb-fars mənşəli sözlərlə əlaqələndirsələr də, onların əksəriyyəti bu adın Gəncə şəhərinin adı ilə eyni kökdən olması qənaətindədirlər. Bu adların qədim türk tayfalarından biri Lansak tayfaları ilə əlaqədar yaranması fikri də var. Türkoloq alim Cəfərov bu toponimin Hunların ən qədim adından Kunun morfoloji birləşməsi Kunçuqdan törəmiş Gəncək türk tayfasının adından götürüldüyünü vurğulayır. Bu kəndin tarixi memarlıq abidələrinin əsaslı surətdə sistemli şəkildə tədqiq olunmasına böyük ehtiyac var. 14-cü yüzilliyin 30-cu illərində Gəncədə 16 ailə 60 nəfər yaşayıb. Həmin vaxt Gəncədə bir nəfər də olsun qeyri-Azərbaycanlı, o cümlədən erməni olmayıb. Son məlumatlara əsasən hazırda kəndin əhalisi 2000 nəfərə yaxındır. Kənddə indiyədək qalan bir neçə maddi mədəniyyət nümunəsi onun orta əsrlər zamanı bölgənin əhəmiyyətli və inkişaf etmiş yaşayış məskənlərindən olduğunu xəbər verir. Məlumdur ki, Osmanlılar 1724-cü ildə Naxçıvan bölgəsini tutduqdan sonra ərazi Osmanlı üsul idarəsinə daxil oldu və burada yeni inzibati ərazi bölgüsü 14 nahiyədən ibarət Naxçıvan sancağı yaradıldı. Bölgədə idarə işlərini asanlaşdırmaq, vergi verəcək əhalidən vergilərin nizamlı şəkildə toplanmasını təşkil etmək üçün Osmanlılar bir sıra tədbirlər həyata keçirdilər. Belə tədbirlərdən biri də əhalinin siyahıya alınması oldu. Kəndin ərazisində zəmanəmizədək orta əsrlər dövrünə aid bir sıra maddi mədəniyyət nümunələri gəlib çatıb. Bu abidələr içərisində kəndin mərkəzində yerləşən məscid xüsusi yer tutur. Məscid Naxçıvan ərazisində indiyədək salamat qalan ən qədim məscid nümunələrindən biridir. Ancaq təəssüf ki, belə bir möhtəşəm memarlıq abidəsi indiyədək tədqiqatçıların diqqətindən kənarda qalıb. Tədqiq olunmayıb. Ordubad rayonu üçün xarakterik olan boz daşdan hazırlanmış bir baş daşı üzərindəki kitabə nisbətən salamat qalıb. Ərəb dilində 6 sətirdə həkk edilmiş kitabənin mətninin tərcüməsi belədir. Fanidir həyatı yer üzündə hamının. Hicri qəməri təqvimi ilə 943-cü il, miladi təqvimi ilə 1536-cı ilə müvafiq gəlir. Azərbaycanın ən çox biznesmen çıxan kəndi. Bu kənd həm də alverçilər kəndi kimi tanınır. Çox qonaqpərvərdirlər. Cavanların 80%-i qazanc üçün Rusiyaya gedir, bizneslə məşğul olurlar. Söhbət Ordubadın Dəstə kəndindən gedir. Əhalisi 10 min nəfərə yaxındır. Bu kənddə hərbi xidməti başa vurub gələn gənclər üçün toy çadırları qurulur və bütün kənd cəmaatı orada iştirak edir. Ordubad rayon mərkəzindən 12, Naxçıvan şəhərindən təxminən 60 kilometr məsafədəki Dəstə kəndi Ayrılıq çayı Arazın sol qolu Vənənd çayının sağ sahilində yerləşir. Naxçıvan əhalisinin sayı 5000 nəfərdən çox olan 7 böyük kənd tipli yaşayış məntəqəsindən biri olan Dəstə kəndi orta əsrlər zamanı Ordubad bölgəsinin inkişaf etmiş yaşayış məsələlərindən biri olub. Kənd ərazisində geniş arxeoloji tədqiqatlar aparılmadığı üçün yaranma tarixi haqqında konkret fikir söyləmək mümkün olmasa da, kənddə indiyədək qalan tarixi mədəniyyət abidələri sübut edir ki, Dəstənin tarixi kifayət qədər qədim olub və o nəzərə çarpacaq bir inkişaf yolu keçib. Bu kəndin özünün xeyriyyə fondu var. Kəndin zamanlarının əksəriyyəti başqa ölkələrdə çalışır və hər il qazandıqları gəlirin müəyyən hissəsini kəndin xeyriyyə fonduna bağışlayırlar. Fonda toplanan pullar kəndin abadlığı üçün xərclənir. 2 ildir fəaliyyət göstərən bu fondda yığılan pulların miqdarı nə az, nə çox 100 min manatlarladır.
Dəstələr təkcə Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə 120 manatdan çox yardım ediblər. Bu kənd həm də alverçilər kəndi kimi tanınır. Deyilənə görə kənd cəmaatının əksəriyyəti alverçi olur. Cavanların 80% pul qazanmaq üçün Rusiya bazarlarına üz tutur. Ticarət sahəsində böyük və kiçik bizneslə məşğul olurlar. Kəndin özünəməxsus adətləri isə hələ də unudulmur və qorunur. Dəstəlilər həm də çox qonaqpərvərdirlər. Bu isə bütün Ordubada xas olan adətdir. Tədqiqatçıların fikrincə, oikonim fars dilindəki dəstə sözündən olub, kənd, bağ, mülk deməkdir. Kənd adını ərazidəki eyni adlı bulağın adından almışdır. Azərbaycan dilinin dialektlərində isə dəstəma, dəstəmal, dəsmal, su arxı, su novu deməkdir. Dəstə kəndi orta əsrlər zamanı mühüm ticarət, karvan yollarının keçdiyi bir ərazidə yerləşdiyindən, sufi şeyxləri isə öz ideyalarına daha çox insanın, xüsusilə müxtəlif ölkələrdən olan adamların arasına yaymaq üçün maraqlı olduqlarından, bu məqsədlə də xanəgahlarını gediş-gəlişin çox olduğu, əhalinin sıx toplaşdığı yerlərdə yaratdıqlarından bu yaşayış məskənində və onun ətrafında sufi yaşayış yerlərinin yaradılması təbii hal kimi görünür. Kənddən biraz şimalda Vənən çay vadisində orta əsrlər zamanı fəaliyyət göstərən xanəgahlar da bunu təsdiq edir. Kənd əhalisinin əsas məşğuliyyətini meyvəçilik, əkinçilik və tərəvəzçilik təşkil edir. Kənddə mədəniyyət evi və 2 kitabxana, rabitə şöbəsi mövcuddur. Azərbaycanda qeyri-adi kənd. Hamının traktoru var. 300-dən çox evin olduğu kənddə 200-dən çox qırmızı pat-pat var. Burada demək olar ki, hər ailənin bir traktoru var və bu, kənd həyatının ayrılmaz hissəsinə çevrilir. Bu gün sizi Qusar rayonunun maraqlı və qeyri-adi bir kəndi ilə tanış edəcəyik. Söhbət Düz Tahir kəndindən gedir. Azərbaycanda traktor kəndi kimi tanınan məkan. Düz Tahir kəndində 300-dən çox ev var və bu kənddə ən maraqlı xüsusiyyət odur ki, təxminən 200-dən çox qırmızı pat-pat, yəni T16 traktoru hər evin həyətindədir. Burada demək olar ki, hər ailənin bir traktoru var və bu, kənd həyatının ayrılmaz hissəsinə çevrilib. Niyə məhz T16? Bu traktorlardan istifadə olunmasının bir neçə səbəbi var. Birincisi, T16 dağlıq ərazilər üçün çox əlverişlidir. O, az dizel sərf edir, yəni yanacaq baxımından da qənaətcildir. İkincisi, bu texnikanın təmiri və ehtiyat hissələrinin təminatı da kənddə mümkündür. Yəni kəndlilər öz traktoru ilə bağlı problemləri çox vaxt kənddə həll edə bilirlər. Bu da onlara həm vaxt, həm də əlavə xərc baxımından rahatlıq yaradır. Düzdahir kəndinin sakinləri əsasən kənd təsərrüfatı ilə məşğuldurlar. Traktorlar isə onların ən vacib köməkçisi sayılır. T16'lar əkin-biçin işlərində, dağlıq ərazilərdə məhsul yığımı zamanı, həmçinin digər kənd təsərrüfatı işlərində intensiv istifadə olunur. Traktorların sayı kəndin inkişafının və kəndlərin həyat səviyyəsinin yaxşılaşmasının göstəricisidir. Düzdahir rayon mərkəzindən 43-48 km məsafədə dağlıq ərazidə yerləşir. Düzdahir kəndində 1760 əhali yaşayır. Son illərdə bu kəndə gedən avtomobil yolu əsaslı təmir edilib. Məktəb binası tikilib. Düzdahir kəndinə post, ATS və mərasim evi tikilib istifadəyə verilib. Beləliklə, Düzdahir kəndi Azərbaycanda özünəməxsus və maraqlı həyat tərzi ilə seçilir. Bu kənddə traktor sadəcə texnika deyil, həm də həyatın vacib parçasıdır. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti videolarda görüşənədək.